Salam, mən Əhməd Əliyev. Mən sizdən bir şey soruşmaq istəyirəm. Əziz qardaşım, Əs-Səbi Kəhf mağara dostların, yəni serialı. Yəni siz o serialı bizim komandamıza sifariş eləmisiniz. Yəni mən də onu öyrənmək istəyirəm ki, siz bu serialı nə yaxşı bizim komandamıza sifariş eləmisiniz. Yəni mən də bunu öyrənmək istəyirəm ki, əziz qardaşım. Yəni biz də məəttəl qalmışıq ki, bu gözəl dini serialı sifariş eləyən adamın ağzından eşidək. Salam, axşamınız xeyir, gözəl Əhməd Əliyev qardaşım. Gözəl adınız var, gözəl familiyanız var. İndi siz elə bilirsiniz ki, güya mən Əs-Səbi Kəhf serialını bir planla verirəm. Yox, qardaşım. Mən o serialı istəyirəm gözəl ana dilimizdə olan Azərbaycan dilində gözəl tərcümə olunsun, səsləndirilsin, qoy bizim dildə isə verilsin. Mən yəni onu istəyirəm ki, Əs-Səbi Kəhf necə bütün dillərdə var, qoy bizim də dildə olsun. Yəni mən onu demək istəyirəm ki, Əs-Səbi Kəhf gözəl serialdır, onu da sifariş eləyən mənəm. Yəni mən də onu demək istəyirəm ki, bu gözəl serialı istəyirəm ki, bizim dildə olsun. Mən sizi başa düşdüm, əziz qardaşım. Mən onu deyirəm ki, əziz qardaşım, Əs-Səbi Kəhf serialı siz nə üçün Azərbaycan dilində təqdim eləmək istəyirsiniz? Yəni mən onu sizə demək istəyirəm. Yəni mən sizə başqa söz demək istəməm, əziz qardaşım. Siz elə bilərsiniz ki, güya Əhməd Əliyev burada bir şeylərə qarşı yox, o məni qardaşım maraqlandırmır, eləmir. Mən sadəcə sənə deyirəm ki, Əs-Səbi Kəhf serialını sifariş eləyən sizsiniz. Yəni dublajın rejissoru siz olacaqsınız. Yəni siz bu serialı nə üçün sifariş eləyirsiniz? Zəhmət olmasa. Gəlin açığı danışaq Əhməd qardaşım. Mən onu demək istəyirəm ki, qardaş, mən burada yalan danışmaq istəmirəm. Elə biləsiniz ki, mən burada sizin üstünüzə şər atıram. Yox, mən burada həqiqəti demək istəyirəm. Gəlin sözü kişi kimi danışaq, kişi kimi qoyaq
qabağa. Mən Əshab-ı Kəhf serialını Azərbaycan dilində təqdim eləmək istəyirəm ki, Azərbaycan dilində olsun, Azərbaycan dilində baxsınlar, Azərbaycan dilində sözləri başa düşsünlər. Yəni bu serial türk serialı deyil, zat serialı deyil. Bu serial İran serialıdır və möhtəşəm serialdır. Mənim də dediyim budur ki, bu serial qoy bizim dildə olsun. Bu qədər. Yəni siz bunu demək istəyirsiniz ki, Əshab-ı Kəhf mağara dostların serialını siz bizim dilimizdə vermək üçün siz bu seriala çox pul xərcləməlisiniz ki, bu serial qəşəng alınsın və qəşəng tərcümə olunsun, qəşəng dublyaj olunsun. Yəni mən gənə də sizə deyirəm ki, özünüz biləsiniz, amma bu serial çox pul aparacaq. Çünki bu serial çətin işdir. Onun tərcüməsi, səsləndirilməsi, montaj edilməsi, səslər quraşdırılması, bunun üstündə işləyən adamlar var. Yəni mən özümdə səs aktyoruyam, əziz qardaşım. Mən belə danışmaq istəmirdim, əziz Əhməd qardaşım. Yəni mən düzənməli danışmaq istəyirəm. Yəni mən bu serialı sizə sifariş eləmişəm ki, Əhməd qardaşım, siz bunu düzənməli tərcümə eləməlisiniz. Düzənməli səsləndirilməlisiniz, düzənməli səsləri quraşdırmalısınız, montaj eləməlisiniz. Bu serialı YouTube-a təqdim eləyəsiniz. Yəni mən məsləhət sizdədir. Yəni nə deyə bilərəm? Yəni siz bunu demək istəyirsiniz ki, güya məsləhət bizdədir. Düzdür, məsləhət bizdə ola bilər, əziz qardaşım. Düzdür, bizdə ola bilər. Amma sizdə Əshab-ı Kəhf mağara dostların serialını sifariş eləyən adamsınız. Hələ adınızı bizə təqdim eləməmisiniz. Yəni biz də onu bilmək istəyirik ki, yəni siz sözü düz danışmalısınız burada. Bura söhbət studiyasıdır. Mən istəyirəm ki, siz sözü düz danışasınız, düz eləyəsiniz. Yəni zəhmət olmasa, indi Əshab-ı Kəhf serialını verdik. İndi Allah qoysa niyyət eləməkdə hələ söz danışırıq da, hələ biz bura çıxmışıq ki, yeni söz danışaq. Mən yəni onu deyirəm ki, Əshab-ı Kəhf serialını verdik. İndi Allah qoysa YouTube-a, indi bunu ha vaxt belə TikTok-a zada verək ki, xalq baxsın. Yəni indi mən də sizin ağzınızdan öyrənmək istəyirəm ki, siz bu sözü deyə biləsiniz. Gəlin sözü düz danışaq. Əslində qardaşım, mən istəyirəm ki, o serialı indi niyyət eləmirik də, indi hələ sözü də danışırıq. Hələ niyyət eləməyək, yəni sözdür. Mən o serialı Allah qoysa, ha vaxt tərcümə elətdirsəm, versəm aktyorlar səsləndirsələr, gözəl həmən o aktyorlara oxşayan obrazlı səslər tapacam. Yəni mən o serialı belə zat tərcümə eləməyəcəm. Yəni mən o serialı gözəl və su kimi tərcümə elətdirəcəm, səsləndirəcəm və montaj elətdirəcəm, səsləri quraşdıracam və o serial cəmi 28 dənə serialdır. Yəni düzdür, o serialı sifariş eləyən mənəm. Yəni mən dublyajın rejissoru ola bilərəm. Yəni mən onu da demək istəyirəm ki, biz burada yalandan çıxıb söhbət danışmaq istəmirik. Düzdür, gülə bilərəm, eləyə bilərəm, amma adam gərək kişi kimi sözün tutsun, eləsin, kişi kimi də sözünü versin. İndi mən çıxmışam söhbət studiyasına, mən də sözümü demək istəyirəm ki, mən burada yalan zat demirəm. Qurana and içirəm ki, mən o serialı Azərbaycan dilində verəcəm. Yəni, sizdən də xahiş edirəm ki, o serialı siz tərcümə eləyəndə aktyorlar qəşəng belə səsləndirsinlər. Mən də yəni sizdən bunu istəyirəm. Yəni, bir sifarişçi kimi. Bəyəxlam aktyor nəzərdə tutdunuz. Mən onu sənə demək istəyirəm ki, siz indi elə bilirsiniz ki, bizim ASTV Kino Məkan Dublyaj studiyasında güya aktyorlar pis səsləndirirlər. Yox, əziz qardaşım, bizim aktyorlar qəşəng və super tərcüməçilər eləyirlər. Bizim aktyorlar isə səsləndirirlər. Mən özüm dublyaj aktyoruyam.
Yəni gizlətmək istəmirəm. Yəni indi mən bura çıxdığıma belə baxma, səninlə söhbət elədiyimə baxma. Düzdür, bura söhbət studiyasıdır. Biz burada insan kimi söhbət eləyirik. Yəni mən onu da sənə deyirəm ki, amma dublyajda mən belə danışmıram. Yəni sakitcə, oranın belə sakitçiliyi var, zadı var. Yəni biz orada səsləndirəndə gərək sakit səsləndirək. Belə şey olmaz. Yəni indi mən gənə də sənə demək istəyirəm ki, sən indi elə bilərsən ki, ASTV Kino Məkan Dublyaj Studiyasının səsləndirən aktyorlar zəifdir. Yox, bizim aktyorlar super və əla səsləndirirlər. Gənə də onu sənə demək istəyirəm ki, məsləhət sənindir və özün biləsən, söz sizdədir. Mən onu demək istəyirəm ki, qardaşım, xətrinizə dəyməsin. Mən bura çıxmışam ki, ASTV-nin aktyorlarını pisləməyim, dublyaj aktyorlarını. Əgər mən ASTV Kino Məkan Dublyaj Studiyasının aktyorlarını belə pisləsəydim, mən bəs niyə bura çıxmışam? Mən çünki onları pisləmirəm. Mən çünki onları sevmişəm, bura çıxmışam. Öz ürəyimin qəlbi ilə. Mən onu da demək istəyirəm ki, gənə də nə qədər olsa sizin komandanız qəşəng tərcümə eləyən komandadır. Onu da demək istəyirəm ki, həqiqətən də sizin kimi gözəl komanda mən görməmişəm heç halda. Sizə halal olsun. Həqiqətən də mən belə bir komanda görməmişəm. Super və əla komandadır. Amma Əshab-ı Kəhf serialını zəhmət olmasa səsləndirin. Ay Allah sənin evin tiksin. Bəs mən də sənə onu deyirəm ki, Əshab-ı Kəhf serialı möhtəşəm serialdır və əla serialdır. Mən sizə çatdırmaq istəyirəm ki, əziz qardaşım, əziz serialı sifariş eləyən qardaşımız, mən sizə onu demək istəyirəm ki, Əshab-ı Kəhf serialı möhtəşəm serialdır. Zəhmət olmasa, əgər razısınızsa, biz bu serialı ASTV-də tərcümə etdirək, səsləndirək. Əgər razısınızsa. Razı olmasam, mən söhbət studiyasına mən nə çıxmışam. Bəli, razıyam. Mən razıyam ki, Əshab-ı Kəhf serialı bizim dildə tərcümə olunsun və səsləndirilsin, atılsın YouTube-a. Təmiz serialı qutarana kimi, ASTV Kino Məkan Dublyaj Studiyasının aktyorları qəşəng səsləndirsinlər və qəşəng sözlər, cümlələr düz tərcümə eləsinlər. Mən bunu demək istəyirəm. Mən heç nə demək istəmirəm ki, mən sadəcə onu demək istəyirəm ki, Əshab-ı Kəhf serialı çox gözəl və möhtəşəm serialdır. Əziz Əhməd qardaşım. Bu möhtəşəm serial olduğuna görə mən bunu Azərbaycan dilində təqdim eləmək istəyirəm ki, Azərbaycan xalqı da baxsın. Əshab-ı Kəhf çox gözəl və möhtəşəm serialdır. Mən gənə də onu deyirəm ki, sizdən də indi elə biləsiniz ki, mən burada çıxmışam, yalandan danışıram. Yox, mən yalan zat danışmıram. Mən sözü düz danışıram. Mən heç vaxt yalan danışmağı sevmirəm. Mən sözümü kişi kimi demişəm, kişi kimi də həm kişi kimi demişəm, kişi kimi də sözümü yerinə yetirəcəm. Amma sizdən bir dənə xahişim var. Sənin bizə indi dedin ki, bayaqlam söz işlətdin ki, güya mənim sizə bir xahişim var. O xahişi nə ola bilər? Zəhmət olmasa o xahişi deyədiniz, yoxsa ürəyim partlayar. Mən onu demək istəyirəm ki, əziz qardaşımız, əziz serial sifarişçisi, mən onu demək istəyirəm ki, indi siz burada yalan danışmısınız, doğru danışırsınız, həqiqəti deyirsiniz. İndi mən bildim ki, siz haqq adamsınız. Mənim haqq adamlardan xoşum gəlir. Zəhmət olmasa o sözü bizə deyədiniz, zəhmət olmasa. Mən sizə demək istəyirəm ki, bayaq ki, dedim ki, mənim sizə bir xahişim var. Mən sizdən gizlətmək istəmirəm, Əhməd Əliyev. Bilirəm ki, siz də səs aktyorsunuz, amma demək istəmirəm. İndi siz söhbət studiyasında bizdən söz gizlədsiniz, əziz qardaşım. Mən söz gizlədən adamlardan xoşum gəlmir. Mən istəyirəm ki, siz o sözü
düz bizə danışarsınız. Kişi kimi siz bayaqlam kişilikdən söhbət edirsiniz. Deyirsiniz ki, mən kişiyəm, mən beləyəm. Əgər sən kişi olmaq istəyirsənsə, sən o sözü bizə danış. Bilməmək, hamımız kişi, cinsimiz kişidir. Amma sən bura çıxmısan ki, sən bizdən seviyə sifariş eləyirsən. Yəni mən onu deyirəm ki, sən indi belə seviyə sifariş eləyənsən, sən sözləri düz deyə bilərsən, amma mənim inanım yoxdur. Əziz qardaşım, xahiş edirəm, həmən o sözü bizə deyərdin, biz də bilərdik ki, siz nə deyirsiniz. İndi mən deyərəm belə, mən sadəcə səs aktyoryam, gən də deyirəm, təkrarlamaq istəmirəm, gən də onu deyirəm ki, xahiş edirəm, o sözü deyərdiniz, biz bilərdik. Yəni biz burada işçiyik qardaş, biz burada böyük zat deyilik, müdür zat deyilik. Yəni biz burada sözümüzü danışan bir aparıcı kimi sizdən söz soruşuruq. Zəhmət olmasa sözünüzü deyədiniz, bizə bilədik. Əziz qardaşım, xahiş edirəm. İndi nə bilim, indi siz burada bizdən nə gizlədirsiniz bilmirəm. İndi sən deyirsən ki, güya mən beləyəm. Mən sənə bir söz demək istəyirəm, Əhməd Əliyev, xətrinə dəyməsin. Qardaşım, mən bura daviyəcada gəlməmişəm. Mən bura gəlmişəm, yəni mən serial sifariş eləyənəm. İndi siz məni burada çıxartmışsınız ki, güya mən serial sifarişçisi ola bilərəm. Düzdür, mən serialı sifariş eləyənəm. Əshab-ı Kəhf Mağara dostların serialını, yəni mən sifariş eləmişəm. Gən də onu demək istəyirəm ki, adam sözünü kişi kimi danışmalıdır. İndi İbrahim Musayev məni bura çıxarıb ki, güya mən burada danışım eləyim, amma mən həqiqəti deyəm, əziz qardaşım. Düzdür, sizə bayaqlam elə söz işlətdim, üzürlü sayın, amma mən gənə də demək istəyirəm ki, Nəysə, siz onu boş verin getsin, nəysə Allah bağışlasın. Gən də mən onu deyirəm ki, keçək seriala. Nəysə, mən onu deyirəm ki, Əshab-ı Kəhf Mağara dostların serialı çox xoşuma gəlir. Yəni onu sifariş eləyən mənəm. Buradan isə İbrahim Musayevə deyirəm ki, yəni mən sizin komandanızın söhbət studiyasına çıxmışam ki, mən öz sözümü kişi kimi deyim. Yəni mən onu demək istəyirəm ki, siz də bilin ki, Əhməd Əliyev, siz özünüz də yaxşı bilirsiniz dublyaj nədir. Yəni siz o serialı ha vaxtsa Allah qoysa, tərcümə eləyəndə, səsləndirəndə xahiş eləyəm, qəşəng tərcümə eləyin, qəşəng səsləndirin. bəli, gənə də onu deyirəm ki, üzrlü sayın, amma mən onu demək istəyirəm ki, İbrahim Musayevin bu söhbət studiyası düzdür. Yəni, əgər siz də bunu bilin ki, qanunlar və qaydaları, əgər bir dənə insan bir serialı sifariş eləyirsə, həmən insan ən birinci gəlib bu söhbət studiyada danışmalıdır. Yəni, öz haqqında, yəni biz o adamı həmin günü sorğu-sual veririk ki, o adam yəni sözləri yalandır yoxsa düzdür. Biz gən də onu deyirik ki, həqiqətən sizin sözünüz yalan deyil, həqiqətdir və düzdür. Siz yəni haqq adamısınız. Allah köməyinizdə olsun. Mən həqiqətən belə insanı ilk dəfədir qarşımda görürəm. Mən gənə də onu demək istəyirəm ki, halal olsun ki, sizin kimi adama siz belə sözləri həqiqətlə danışırsınız. Gənə deyəm, üzürlü sayın bağışlayın, amma nə qədər olsa, əziz qardaşım, biz o serialı öz dilimizdə tərcümə eləyəcəyik, qəşəng səsləndirəcəyik, verəcəyik kanalımıza. Siz narahat olmayın. Amma YouTube'da niyyət eləməyik. Hələ burada sözü deyil, zadı deyil. Yəni onu İbrahim Musayev bilər. Biz nə qədər olsa öz sözümüzü yerinə yetiririk. Siz də onu bilməlisiniz ki, yəni dublyajın qanunlarını tərcüməçinin, qanun montajçının, səs quraşdıranın asad deyil, zülm işdir. Yəni indi bilirəm ki, siz məni başa düşürsünüz. Sağ ol, var ol, mən də sənə təşəkkür edirəm. Gən də onu deyirəm ki, həqiqətən ASTV Kino Məkan Dublyaj Studiyasının komandası əla komandadır və super komandadır. Mən səndən bir söz soruşa bilərəm, Əhməd Əliyev. Yəni, mən sənə bir söz demək istəyirəm ki, Əshab-ı Kəhf serialın
əsl adı nədir? Siz onu mənə deyərdiniz, mən bilərdim o serialın əsl adı. Gənə də olsa həqiqətən siz haqq adamısınız. Yəni bu studiyada işləyirsiniz, bilirsiniz dublyaj nədir, tərcümə nədir, montaj nədir, hamısını görən adamsınız. Mən elə bilirəm ki, dublyaj asaddır, amma asad deyil. Yəni həqiqətən siz halal adamsınız. Çox sağ olun, sözləriniz biraz məni aşiq elədi. Hə, siz mənə deyirsiniz ki, Əshab-ı Kəhf serialın əsl adı nədir? Əshab-ı Kəhf serialın əsl adı Əshab-ı Kəhf mağara dostları. Serialın əsl adı odur. Yəni bu serial 1997-ci ildə istehsal olubdur. Mən gənə də onu sənə demək istəyirəm ki, yəni burada gizlətmək istəmirəm. Adam gənə də deyirəm, kişi kimi sözünü deməlidir, kişi kimi sözünü həll eləməlidir qardaşım. Yəni mən sizə gənə də demək istəyirəm ki, həqiqətən siz də halal adamsınız. Mən gənə də demək istəyirəm ki, bu serial Allah qoysa bəlkə noyabr ayında tərcümə olunmalıdır. Əziz qardaşım. Deməli, serialın əsl adı Əshab-ı Kəhf mağara dostlarıdır. Deməli, həqiqətən serialın adı da gözəldir, özü də. Mən həqiqətən İbrahim Musayevə təşəkkür edirəm ki, belə bir verilişə çıxdım. Sağ olun, Əhməd Əliyev. Hə, nəysə sağ olun, gecəniz xeyrə qalsın. Bu da bizim söhbət studiyasının sonu, yəni verilişin sonu. Nəysə sağ olun, var olun ki, sizin kimi adam çıxdı bizim komandamıza. Həqiqətən mən sizinlə fəxr eləyirəm ki, siz haqqı, ədaləti, düz danışan insansınız. Gənə də mən onu demək istəyirəm ki, əziz qardaşım, siz haqqı, ədaləti düz danışsınız. Nəysə gələk Əshab-ı Kəhf mağara dostların serialına. Allah qoysa o serial bu ilin noyabrın 1-də tərcümə olunacaq, veriləcək YouTube-a. Onu mən hələ bilmirəm, mən sadəcə burada bir aparıcı kimi deyirəm, onu İbrahim Musayev deyir. Mən gənə də onu deyirəm ki, həqiqətən halal olsun ki, sizin kimi adama gəlib çıxdınız bizim studiyamıza. Gənə də deyirəm, halal olsun sizin kimi adama, siz həqiqətən halal adamsınız, yəni düz sözü deyən adamsınız, həqiqətən halal olsun sizin kimi adama. Nəysə, qardaşım, siz gənə də deyirəm ki, mən bəyəxlam sizə dedim sözü başa belə başınıza almayın, yəni üzürlü sayın siz Allah, yəni üzürlü sayın, mən üzr istəyirəm, yəni nə qədər olsa da siz gənə də deyirəm, halal və haqq adamsınız. Mən gənə də deyirəm ki, o serialı, yəni Allah qoysa biz tərcümə eləyəcəyik, yəni biz sizin sözünüzü aldıq, elədik, yəni siz həqiqətən gənə də deyirəm ki, sözü düz danışdınız, düpədüz dediniz, həqiqətən halal adamsınız. Nəysə, əziz qardaşım, gənə deyirəm ki, dünyada yaşamaq belədir. Gərək dünyada yaşayasan, belə şeylərə çıxasan. Nəysə qardaşım, onu da bil ki, Allaha and içirəm ki, həyatda yaşayırıq. Amma Allaha and içirəm ki, Əshab-ı Kəhf mağara dostların serialı səsləndiriləcək. Siz narahat olmayın, siz bizə inanın. İbrahim Musayev başda olaraq ona salam deyirəm. O kişi nə deyirsə, o olacaq. Siz bir dənə narahat olmayın, əziz qardaşım. Yəni Allah Taala deyir ki, səbirli olun. Siz də səbirli olun, təmkinli olun. Yəni səbriniz olsun. Allah qoysa seriala hava başlasaq, sizə xəbər verəcəyik. Yəni biz sizdən sözünüzü aldıq, elədik. Gördük ki, siz düz deyirsiniz. Yəni yalan demişsiniz. Həqiqətən halal olsun sizə. Nəysə İbrahim bəy də özü bildi ki, siz halal adamsınız.